Bu tip məsələni həll etmək üçün ilk növbədə bu açışı bilməyimiz vacibdir. Ümumi daxili məhsul ölkə daxilindəki xarici şirkətlərin və ölkə daxilindəki milli şirkətlərin ümumi həcmidir. Ümumi milli məhsul isə ölkə daxilindəki milli şirkətlərin və ölkə xaricindəki milli şirkətlərin ümumi dəyəridir. Bizdə burada məsələdə verilib ki, ölkədə ümumi daxili məhsulun həcmi 80,5 milyarddır. Biz 80,5 milyardı yazırıq burada. 80,5 milyard. Və daha sonra deyir ki, ölkəyə məxsus şirkətlərin xaricdə yaratdığı məhsul və xidmətlərin dəyəri isə 30,5 milyarddır. Yəni, ölkə xaricindəki milli şirkətlərimizin dəyəri 30,5 milyarddır. Xarici şirkətlərin payı ümumi daxili məhsulun 20% olarsa, yəni bu ölkə daxilindəki xarici şirkətlərin payı, yəni ümumi daxili məhsulun, yəni 80,5 milyardın 20% olarsa, ümumi məhsulun dəyərini hesablayındır. Yəni əvvəlcə 80,5-in 20%-ni tapaq. 80,5 milyard vurulsun 20% bölünsün 100%. Bu edir 16,1 milyard. Gəlin indi bura qeyd edək 16,1 milyard. Daha sonra biz ümumilli məhsul tapmaq üçün ölkə daxilindəki milli şirkətlərin payını tapmalıyıq. Bunu tapmaq üçün isə 80,5 milyarddan 16,1 milyardı çıxırıq. 80,5 milyard çıxılsın 16,1 milyard. Bu da edir 64,4 milyard. Gəlin bunu qeyd edək bura 64,4 milyard. Artıq bizə ölkə daxilindəki milli şirkətlərin və ölkə xaricindəki milli şirkətlərin hər ikisinin ayrı-ayrı payı məlum olduğuna görə və bunların ümumi dəyəri, ümumi milli məhsul olduğuna görə bu ikisini toplayırıq. Yəni 64,4 milyard üstə gəl 30,5 milyard. Bu da edir 94,9 milyard və burada qeyd edirik 94,9 milyard. Demək ki, ümumi milli məhsulun dəyəri nə qədərmiş? 94,9 milyard. Bu və digər məsələlərin həlli üçün kanalımızı takip edib bizi izləyə bilərsiniz.